أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطاهرين. واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Aziz müminler, mümineler, Allah İmam Hüseyin'in əzalı günlərində hamımıza əcr versin inşallah. Bizləri bu günlərdə İmam Zaman Ağaya başsağlığı verənlərdən, qəlbini razı salanlardan qərar versin. Zuhurunu tezləşdirib dünyamızı onun zuhuru ilə abad eləsin inşallah. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Allah xəstələrimizə, xüsusən duaya möhtac olan xəstələrimizə tezliklə şifa inayət eləsin. Əlacı olmayan xəstəliklərlə bizləri imtihan eləməsin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad eləyək. Allahümmə salli ələ Dünən gecə qeyd etdiyimiz kimi bu ilki məhərrəmlik söhbətlərimiz İmam Hüseyin əleyhissalatu vesselamın Aşura ziyarətinin şərhi və təfsiri olacaq inşallah. Qeyd etdiyim kimi ziyarətnamələr içində ən əzəmətli və ən doğru, düzgün, həm sənəd, həm etibar cəhətdən ən önəmlisi Aşura ziyarətnaməsidir. Bu arada dünən müqəddimədə söhbət elədim. Dedim, şərhə başlamazdan qabaq bir neçə müqəddiməyə diqqət eləmək lazımdır. Dünən bəzi məsələlərə işarə etdim. Bugün də Allahın izni ilə növbəti bir müqəddiməni deyirəm. Aşura ziyarətnaməsini oxumazdan, başa düşməzdən qabaq, ümumiyyətlə İmam Hüseyin əleyhissalatu vesselamın ziyarətinə gedənlər, İmam Hüseyin əleyhissalatu vesselamın məclislərinə gələnlər, İmam Hüseyin əleyhissalatu vesselamla özünü əlaqəli sayanlar bu müqəddiməyə çox diqqət eləməlidirlər. Və bizim də borcumuz budur ki, əvvəl özümüzə bu məsələni xatırladaq, ondan sonra keçək olay İmam Hüseynin zəvvarı, olay İmam Hüseynin əzadarı, olay İmam Hüseynin xadimi. Çünki bu adlar çox yüksək adlardır, hər kəs bu adlara layiq deyil. Sözün əsl mənasında çox yüksək adlardır, hər kəs bu ada və bu adlara layiq deyil. Əzizlər, müqəddimə ikinci, belə deyək, dediyim müqəddimələrdən növbəti müqəddimə, belə deyək, bundan ibarətdir ki, biz bu məsələləri bilməzdən qabaq, bayaq dediyim məsələləri, sadaladığımız məsələlərə girməzdən qabaq bu sualı özümüzə verməliyik. Görəsən Allah Subhanahu və Teala bizdən razıdır, yoxsa yox? Aya görəsən Allahın Peyğəmbəri bizdən razıdır, Həzrəti Əli bizdən razıdır. Səbəbinə cəm olduğumuz Əbu Əbdillahil Hüseyin əleyhissalatu vesselam bizdən razıdır.
məclisin sahibi, zamanəmizin sahibi Hüccət ibn-i Həsən Accalallahu Teala fərəcəhu şərif bizdən razıdır ya yox? O razılığın meyarı nədir? Biz bu işləri biləndən sonra, bu çətin sualın cavabını öyrənəndən sonra, o meyarı biləndən sonra ki, Allahın razılığı, Əhl-i Beytin razılığının meyarı nədir? Nələrə diqqət eləməliyik? Ondan sonra biz Hüseynə zəvvar ola bilərik, rahat şəkildə Hüseynə əzadar ola bilərik, Hüseynə xidmətçi ola bilərik. Əks təqdirdə bu ünvanlar o məsələyə diqqət etmədən heç biri yerində olmur. Heç biri yerində olmur. Ona görə əziz qardaşlar, bu çətin sualın cavabı bəlkə də əgər məsumlar buna cavab verməsəydi, bizim üçün bir meyar təyin eləməsəydilər, bəlkə də alimlər heyrətdə qalardılar bu sualın cavabında. Çünki belə bir sualdır ki, buna hərə öz rəyinə uyğun cavab verərdi. Hərə öz baxışına uyğun, öz elminə uyğun cavab verərdi buna. Lakin Ali ibn Sabat, Ali ibn Əsbat Həsən ibn-i Cəhmdən, Həsəndən rivayət edir. Deyir, Həsən ibn-i Cəhm, mən İmam Rıza əleyhissalatu vəssalama dedim. İndi bu çox önəmli məsələdir. Allah bu kişini rəhmət eləsin, Allah ondan razı olsun ki, belə bir önəmli məsələni birbaşa imamdan soruşub və imam ona cavab verib, bizim işimizi nə edib? Asanlaşdırıb. Bizim üçün o meyarı miras buraxıb, qoyub ki, biz hansı meyara əsasən bilə bilərik ki, Hüseyn bizdən razıdır ya yox. Mən hər il əzadaram, hər il xidmətçilik eləməyə səy eləyirəm, hər il məsələn ziyarətə getməyə səy eləyirəm. Bütün bunlar görəsən həqiqətdir və yaxud ancaq nədir? Görüntüdür. Bu çox təhlükəli məsələdir. Mən Aşura ziyarətnaməsini həmişə oxuyuram. Adam var, gündə oxuyur. Biz hər həftədə oxuyuruq. Görəsən, həqiqətən də biz Hüseyni ziyarət edirik. Çünki, bax, Aşura ziyarətnaməsində belə bir özəllik var ki, məsumun sözlərinə əsasən gələcək gecələrdə buna işarə eləyəcəyəm. Onun yaxından olması ilə uzaqdan olmasının heç bir fərqi yoxdur. Kim onu uzaqdan da oxusa, elə bil ki, Hüseyni qəbrinin yanında ziyarət edib. Onda belə bir özəllik var. O ziyarət öz təsirini yaxından qoyan ziyarət qədər də qoyur. Bəlkə də nədir? İxlasla olan təqdirdə ondan da yüksək təsirə malikdir ki, bu barədə inşallah onun mənəvi təsirləri barədə gələn gecələrdə söhbət edəyəm. Həsən ibn-i Cəhm deyir, İmam Rıza aleyhissalatu vesselam'dan soruşdum. Deyir, qultu cu'iltu fidak. Dedim, sənə canın fəda olsun. Əştəhi ən a'ləmə keyfə ənə indəkə. Bilmək istəyirəm ki, mən sənin nəzərində necəyəm? Yəni, mən necəyəm də, mən səni həqiqi istəyənlərdənəm. Mən sənin başıma dönüm, sənə qurban olum. Ay imam, mən səni istəyirəm, bax sənin yanındayam. Ürəyimdə sənə qarşı məhəbbət var. Özümü səni sevənlərdən sayıram, belə hiss edirəm. Amma bilmək istəyirəm, axı səni sevirəm. Mənim bu sevgim bir tərəflidir. Digər tərəfin rəyini bilmək istəyirəm. Görəm, mənə sən də məni sevirsən. Mən sənin nəzərində necəyəm? Bu günləri elə bir biz sual veririk. Ya Əba Abdillahil Hüseyn, biz səni sevib bura gəlmişik. Biz səni sevib, sənin qaravı geyib, hər il sənə əza saxlayırıq. Ya Hüseyin, biz səni sevirik. Görəsən, biz sənin qəlbində, sənin bizə qarşı hisslərin necədir? Sən bizə necə baxırsan? Görəsən, biz həqiqətik, həqiqik və yaxud sənin razılığı hələ də əldə eləyə bilməmişik. Bu çox önəmli bir məsələdir. Xüsusən bu günlərdə və xüsusən də bu məclislərin əvvəlində və ziyarət-i Aşuranı dərk eləməzdən qabaq ki, biz haradayıq? Yoxsa boş-boş mən ziyarət-i Aşuranı hər gün oxuyayım, nə xeyri var? Əgər həqiqətən bu sualın cavabını bilmirəm sana. İmam əleyhissalatu vesselam bu suala çox qısa, konkret cavab verib.
Çox gözəl bir cavab verib. Və onu hamımızın ixtiyarına buraxıb. Görün, İmam Həsən ibn Əl-Cəhmə nə deyir? Qalə aleyhissalam, unzur keyfə ənə indəkə. Deyir, bu sualın cavabını bilmək istəyirsən, özüvə bax. Gör, mən sənin yanında hansı səviyyədəyim? Mənim hörmətim, mənim qədrim sənin yanında nə qədərdirsə, sənin də nədir? Qədərin, dəyərin mənim yanımda nədir? O qədərdir. Elə bil ki, nədir? Bilmək istəyirsənsə, belə öz cümləmlə deyirəm, bilmək istəyirsənsə, mən səndən razıyam, biz səndən razıyıq, Əhl-i Beyt bizdən razıdır, bizim ürəyimiz, bizim qəlbimiz, bizim davranışlarımız, bizim həyatımız bir güzgüdür, onların razılığı orada əks olunur. Orada əks olunur. Çox gözəl bir cavab. Bilmək istəyirsən, sən mənim yanımda necəsən? Mən sənə bunun cavabını belə deyirəm. Gör, mən sənin yanında necəyəm? Dəyərim nə qədərdir sənin yanında? Nə qədər həqiqi dəyərin varsa, bir o qədər də sənin həqiqi dəyərin var mənim yanımda. Və illa əks təqdirdə nədir? Heç bir dəyərin yoxdur. Lap belə, sən kimdə olursansa ol. Ona görə əziz qardaşlar, imam bizə bir yol deyir. Bilmək istəyiriksə bizim zamanə sahibinin qəlbində yerimiz hardadır, nə qədərdir? İmam Hüseyin nə qədər bizi istəyir, istəmir? Bizim sevgimizin qarşılığı var ya yoxdur? Deyir, bax gör, sən imamı hansı məqamda qoyursan öz nəzərində? Sən onun dediklərinə nə qədər nədir? Əməl eləyirsən, onun hədəflərinə çatmaq istəyirsən. Əziz qardaşlar, önəmli bir cümlə demək istəyirəm buradan. Bu məsələyə diqqət eləməliyik. İmam Hüseynin əzasına gəlmək, onun qarasını geymək, onun üçün sinə vurmaq, onun üçün ağlamaq, onun ziyarətinə getmək, ondan burada oturub danışmaq, bunlar hamısı demək deyil. Bu məsələnin yarısıdır, tam yarısıdır. Bu tam yarısıdır. Bəs yarısı nədir? Əsas nədir? Bu yarıda bəlkə də bu qədər də mən düzgün yola çıxmışam. Amma bizə yarımçıq olmaq gərək deyil axı. Yarımçıq iş deyil. Tamamlanmaq lazımdır. Bəs bu yarını əldə eləmişik ki, hamımız buradayıq. Digər yarını necə əldə eləməliyik? İmam bizə deyir ki, sən bax gör Hüseynin hədəflərinə xidmət edirsən, ya dünyanın hədəflərinə xidmət edirsən. Bax gör, Hüseynin dediyi sənin üçün üstündür, ya sənin nəfsinin dediyi sənin üçün üstündür. Əziz qardaşlar, Hüseynin məhəbbəti ancaq atifədən, müəyyən əməllərdən ibarət deyil. İmam Rıza aleyhissalatu vesselam deyir, Əhl-i Beytin yetişmək istədiyi hədəflərə əgər siz də çatmaq istəyirsinizsə, o hədəflər sizin üçün də müqəddəsdirsə, siz də o yola çatmağa səy edirsinizsə, bizi sevirsiniz. Və ilə əks təqdirdə elə oturaq deyək ki, sinə vurayıb, baş bağlayaq, başına belə. Bunların heç birinin faydası olmayacaq bizə. Bu, məsələnin yarısıdır, tamı deyil. Yəni, biz əgər o ikinci mərhələyə keçə bilməsək, biz yarımçığıq. Nə eləyək? Hüseynin hədəfi nədir? Hüseynin hədəfi nə idi sualı elə bir cavab istəyir ki, o cavab bütün ağaclar, belə deyək də, qələm olsa, dənizlər, dəryalar, okeanlar mürəkkəb olsa, haman o varaqlar nə olsa, kağız olsa, biz Hüseynin hədəflərini nə eləmək istədiyini yazsa, yenə də bitməz. Hüseynin hədəfi namazı dirsəltmək idi. Bizim gənclərimizin, bizim namaza nə qədər diqqətimiz var? Nə qədər, məsələn, özümdən danışıram, nə qədər mən namazlarıma diqqətliyəm, nə qədər namazıma qarşı məsuliyyətliyəm, nə qədər sübh namazlarımı qəzaya verirəm. Gəlim atıb danışım Hüseynindən. Səhərdən axşama kimi danışıram, axşam yatıram, sübh namazını qılmıram. Oyana bilmirəm.
Elə üzürlüyəm bəhanələri ilə adət halına gətirmişəm. Bu vaviladır. İmam Hüseyin əleyhissalatu vesselamın hədəfi, Zeynəbin əsirliyinin hədəfi qadının kamil hicab bağlamasıydı. Yalandan örtmək yox, məscidə gələndə örtmək yox. Bu deyildi. Burada əgər sən bu şeylərə riayət eləyirsənsə, əzadarsan, Hüseynçisən, zəvvarsan, xidmətçisən, əks təqdirdə deyilsən, deyiləm, aldadıram özümü mən. Bu məsələlərə, əziz qardaşlar, diqqət eləyəndə biz gəlib hədəfə doğru düzgün hərəkət eləyirik. Bu sinə vurmaq bəzən də nədir? Bizim üçün bəlaya çevirirlər. Sən Hüseyni ancaq sinə vurmaqla tanımamalısan. Təəssüf olsun bizim bəzi gənclərimiz, bizim bəzi cavanlarımız, xanımlarımız, kişilərimiz, qocalarımız İmam Hüseyni ancaq ehsan yeməklə tanıyırlar. Mən o gün cümə xütbəsində də dedim, bizim bəzi yerlərdə, kəndlərdə, bəzi yerlərdə insanlar məscidə ehsan yeməmiş gəlmirlər. Sanki İmam Hüseyin şəhid olub ki, biz gedək kimin evində ehsan yeyək və yaxud İmam Hüseynin adından ehsan verək. İmam Hüseyin bunun üçün. Biz bu qədər İmam Hüseyini cılızlaşdırırıq, qardaşlar. Ona görə də bax, İmam Rızaya Həsən ibn-i Cəhmin verdiyi sual və cavab, imamın cavabı önəmlidir. Bax gör, bilmək istəyirsən sən mənim nəzərimdən izləsən, bax gör mən sənin yanında nə qədərəm. Sən özün mənim məhəbbətimin, sevgimin nəysən güzgüsüsən. Bilmək istəyiriksə zəmanə imamının yanında qədərimiz, hörmətimiz nə qədərdir? Baxay biz ona necə baxırıq? Olmayan bir fərd kimi və yaxud məsuliyyət hiss edirik. Vallahi 80-90%-imizdən çoxu, faizi biraz da çoxalda bilərəm ki, biz sadəcə onun adını bilirik, ancaq onun duasını oxuyuruq, onu var olan bir şəxs kimi içimizdə hiss eləmirik. O da nə qədər biz nə duyuruysa o da bizə qarşı onu duyur. O da bizə qarşı onu duyur. Əzizlər, baxın, bu ikinci, bu cavab ki var, biz bu məsələyə diqqət eləməliyik. Bu günləri, bax, Əbi Əbdillahil Hüseynə həqiqi əzadar, həqiqi qəti bilək ki, Hüseyn bizi sevir. Haçan bilərik onu? Biz o məsələlərə diqqət edəcəyik. Xüsusən bu çətin bir zamanıdır. Bu günləri bəli, bizim gənclərimiz, insanlarımız, bəzi insanlar bu zamanda inkişaflar ki var, texnikanın, texnologiyanın, gözəl cihazlar filan, bunların hamısının inkişafına biz çox sevinirik. Müsbət tərəfləri də var. Lakin vallah billah mən dərinliyi ilə düşünəndə bunların heç biri insana xidmət eləmək üçün kəşf olunmayıb. Heç biri. Bunların hamısı insanı zay eləmək üçün, məhv eləmək üçün, insanı sıradan çıxarmaq üçün kəşf olunub. İnsanın əlindən dəyərləri almaq üçün kəşf olunub. Bundan məqsəd insanı qorumaq yox, iqtisadi cəhət nədir? Fikirləşilib. Ki, mən nə qədər qazanaram bunda? Hər il eyni firmanın biraz dəyişikliyi ilə başqa cihazını alır, bizim insanlar da o qazanır, biz nədir? Biz də elə bilirik ki, biz inkişaf edirik, gedirik. Bu günləri, vallah, bu çox təhlükəlidir. Biz nə qədər bizim ağıllı insanlarımız bunun qabağında dayanmasa. Bugün məsələn biz süni zəka dövründə yaşayırıq. Belə deyil, süni intellekt. Bu nə deməkdir ki? İnsanı vəzifələrindən uzaqlaşdırmaq. Hər şeyi o görür. O sənin əvəzivə oxuyur, o sənin əvəzivə yazır. O sənin əvəzivə tərcümə edir. Bəs sən nəsən? Mən nəyəm? Biz kimik? Biz məyər xəlifətullah dövrü yerüzü, Allahın xəlifələri yeyibiz. Biz təcrid olunuruq. Bu günləri dünya nədir? Bununla mübarizə aparmalıdır. Bu günləri siz hamınız, biz gənclər, bax, ən xətərli məsələlərdən biri budur ki, biz bunu diqqət eləmirik. Bu günləri kişini əvəz eləyən robotlar yaradılıb, qadını əvəz eləyən robotlar yaradılıb. Bunu siz fərqindəsiniz, hamımız biz bunun fərqindəyik, belə deyil. Bu günləri qərbdə indi reklam olunur, amma vaxt gələr, biz də buna adi baxacağıq.
Bu günləri kimlərsə robotlarla evlənir. Qardaş, mən qadın nə eləyir mənim üçün? O robot mənim üçün onu eləyir. Və yaxud kişi mənim üçün hansı işi görürsə, mənə lazımdır problem. Nə danışır, nə dilir, knopka ilə işləyir. Ha sən istəyirəm yandırıram, ha sən istəyirəm söndürürəm. Pultla onu idarə eləyirəm. Bax, biz bu dövrdə yaşayırıq. Zaman biraz da dəhşət olacaq. Bu günləri əziz qardaşlar, keçmişdə dini sual kimi verilirdi ki, tarixdə atasız, anasız dünyaya gələn kim olub? Cavab verəndə deyirdik, Adam olub, Həvva olub. Atası olmadan, anası olaraq dünya deyirdik, İsa olub. Mən misal üçün deyirəm bunu. Bu günləri nədir? Bu günləri ana olmadan, ata olmadan müəyyən cihazlar uşaq dünyaya gətirir. Biz qabaq deyirdik ki, nədir? Üzr istəyirəm bu ifadəmə görə. Toyuq cüzələr üçün inkubatorlar vardı, indi insan inkubatorları var. Belə deyir. Qardaş, uşaq dünyaya gəlir, bilmir atası kimdir, anası kimdir, qardaşı kimdir, hanı irs, hanı miras, hanı tayfa, qohumluq, tutardı getdi hər şey. Bax, Hüseynin hədəfi Yezidlə döyüşəndə demədi ki, mən taxt-tac istəyirəm. Dedi, Yezid elə bir məlundur ki, Allahın halalını haram eləyir, haramını halal eləyir. Şərab içir, Allahın hökmləri ilə oynayır. Misli la yubayi'un misla. Mənim kimisi ona beyətləməz. Yox ki, mən ona beyət eləmərəm. Mənim kimisi. İndi biz Hüseyn kimiyik ya deyilik, onu özümüzə sual verək. Öz etiqadımızı yoxlayaq. Zaman vallah deyirəm sizə ki, vaxt gələcək, belə gedirik. Mən bunu belə görürəm, bilmirəm, səhv edirəm bəlkə də. Zaman gələr, bəli, analar daha doğmağa əziyyət çəkməyəcəklər. Müəyyən belə o inkubatorlar hazırdır. Nütfə də hardan gəlir, bilinmir. Bəlkə də o insandan da onu götürməyəcəklər. Müəyyən kimyəvi şeylərlə eyni elementləri düzəldib, bu günləri insan formasında zombilər, insan olmayan varlıqlar həqiqətdə dünyaya gələcək. Onlar da bu dünyada fəsad törədəcək. Baxın, əziz qardaşlar, 2 dənə dəstə vardı Kərbalada. Bu Kərbalada bugün biz görməliyik. Bir tərəfdə Hüseyn idi, bir tərəfdə kim idi? Yezid, Ömər ibn Səd, Şimr ibn Zilcövşən. Biz hamımız bilirik ki, onların nütfəsi nədir? Napak insanlar idi. O fəsadı törədənlər zinadan törənənlər idilər. Paş insanları məhv elədilər. Bu günləri də bəli, bu süni zəka dövründə onun müsbət cəhətləri də var, yaxşıdır, istifadə edirik. Elmi inkişafdır, hamı öz yerindədir. Lakin zaman gələr, bəli, bir nəsil gələcək ki, o nəslin nə qardaşı olar, nə bacısı, nə atası olar, nə anası. Bunu buradan deyirəm, yadınızda saxlayın, bu olacaq. Çünki o inkubatordan dünyaya gələcək. Onda daha biz daha demərik ki, yeganə atasız, anasız dünyaya gələndə Adəmlə Həvvadır. Çox olacaq, sayı çox olacaq ki, bu hər şey dəyişəcək. Mənim bu söhbətləri nə üçün deyirəm? Və buradan da bunu demək istəmirəm, mən elmin əleyhinəyəm. Yox, hər şeyin müsbət cəhəti var, mənfi cəhəti var. Amma bəzi şeylərin çox təhlükəli olmasının biz həqiqətinə varmalıyıq. Bəzi şeylər insanın insanlığını əldən almaq üçün icad olunduğu, ancaq iqtisadi cəhət nəzərə alındığını demək istəyirəm. İnsan faktoru yox. Bu günləri hələ qoyaq bu cihazlar, bu günləri qida məhsulları, yediyimiz qidalar, nə qədər insan düşürdür? Sizi an verirəm Allaha. Heç kim olmasın, mən olum. Mən istehsalçıyam, mən əkinçiyəm. Mən düşünürəm ki, insan bunu yiyəcək, insan bundan normal qidalanmalıdır, mən təhlükəsiz qida verməliyəm. Yox, götürüb kimyəvi preparatları nə eləyirəm ona? Belə bacardığım qədər dozasından da artığını verirəm ki, daha da yaxşı qazanım. İnsan düşünmürəm, çünki mən artıq insan deyiləm. Yezid Allahın halalını halar, haramını haram edirdi, araq içirdi, şərab içirdi, dinlə oynayırdı. Bu günləri biz insanı nə eləmişik, uzaqlaşdırmışıq. Ona görə bax, əziz qardaşlar, təhlükəli bir zaman və hələ də təhlükələr də qabaqdadır. Biz bu günləri həyəcan təbillərini vurub özümüzü, bacardığımız qədər övladlarımızı, balalarımızı, cəmiyyətimizi hifz eləməliyik. Onun da yeganə yolu, bax, Hüseynin məktəbidir. Əhl-i Beytin məktəbidir. Vicdanları
ayıldan insana doğru düzgün insan ol, yaşa. Çünkü sen insan, Allah'ın şah əsərisən. Səni bir gün ailə yox, ər olmaz, arvad olmaz, robot əvəz eləyəcəksən. O robot insan deyil. Bu günləri fəxr eləyirik. Ay robot, sən nədir? Qaçır, insanla danışır. Danışır sabah. Daha ərin yanında arvad yatmayacaq, robot yatacaq. Arvadın yanında robot yatacaq. Daha yaxşıdır. Bütün funksiyaları yerinə yetirir. Necə istəyirəm, hansı dozada qoyuram o cürdür. Hansı danışmır. Amma bu cür bizi təhlükələr gözləyir. Mən bu barədə çox danışmaq istəmirəm. Amma bu məsələlər nədir? Diqqət nəzərində olmalıdır. Ona görə baxın, Hz. Əli əleyhissalatu vesselam axirət zamanın fitnələrindən danışır. Mən bir neçə rivayət yazmışam burada. Bunlar çox dəhşətli rivayətlərdir. Əmirəl-Müminin görün nə deyir? Bu rivayət çox dəhşətli bir rivayətdir. Mən bir müqəddimə etmək istəyirəm. Çünki burada elm tələbələri də var, bizim tələbə qardaşlarımız. Bilirsiniz ki, biz rivayəti qəbul eləyəndə onun sənədinə önəm veririk, belədir. Amma müasir dövrdə belə bir məsələ var. Bəzən rivayət bizim zamanda baş verənlərimizə elə əks etdirir ki, elə bir indiki zamandan danışır ki, o rivayəti oxuyarkən heç istəmirsən onun sənədini araşdırasın. Bilirsən ki, artıq nədir? Bu reallıqdır. Yəni, bu baş verən bir şeydir də. Vaxt gələcək, imam deyib, belə olacaq, belə olacaq, belə olacaq. Bunun o vaxt bəlkə də sənədini araşdırardı ki, görəsən bu belə olacaq ya olmayacaq. Amma reallıqda bu olursa, demək də sənədə baxma, bunu kim Zürarə dedi, bunu kim dedi, kim dedi. Elə bu imam dediyi kimidir. Bax, bu günləri biz gərək, bu rizala bu şeyi də nə eləyək? Elə bir ki, əlavə eləyək ki, reallıqda hədisin, məsumun sözünün gerçəkləşməsi elə bu onun doğruluğunun nə idi? Bir əlamətidir. Sənədi axtarma. İndi mən burada bir rivayət oxuyuram sizin üçün. Bu rivayəti bir-bir sözləri ilə tərcümə edirəm. Diqqət edin nədir? Diqqət edin, görün ki, bunun sənədini gəl araşdıraq. Həzrəti Əlinin sözüdür. Təbii ki, mən demək istəmirəm ki, belə zəif rivayətlərdən yapışaq. Bu rivayət elə bizim mötəbər kitablarımızda, Mən la yahduruhul fəqihdə, Vəsail-i Şüiyyədə, Vafidə, digər kitablarımızda varid olub. Sadəcə demək istəyirəm ki, daha özümüzü yormayaq, daha hazırdır bu. Hər şey baş verib. Görün Həzrət Əli nə deyir? Deyir, yəzhar fi axiriz zaman və iqtirabil qiyamə və huvə şərrul əzminə nisvətun mütəbərricat. Deyir, axiriz zamanda, qiyamətin yaxın olan bir zamanında, diqqət edin bu sözlərə, axirət zaman, yəni bu məsələlər baş verən vaxtı, imam deyir, bilin ki, axirət zamandır, qiyamət yaxındır və o zaman da bütün zamanların ən pisidir, şərrul əzminə, imamın dilində. Yəni, əgər bu bizim zamanda indi gerçəkləşibsə, bizim yaşadığımız, Həzrəti Əlinin dili ilə yaşadığımız zaman ən pis zamandır. Axirət zamandır və qiyamətin yaxın olan bir zamanıdır. Nə olacaq? Deyir, haman o zamanda bir qrup qadınlar meydana gələcək. O qadınlar necədir? Deyir, nisvətun mütəbərricat. Kaşifat. Açıq-saçıq geyinən, hər yerini çöldə qoyub nümayiş eləyən qadınlar meydana gələcək. Və özünü nümayiş eləməklə fəxr eləyən qadınlar meydana gələcək. Həzrət Əlinin sözü deyir, o vaxtı deyib. O vaxtı deyib ki, biz bu günləri qadın deyəndə həya, abır, iffət, ismət, qadın danışmaz, qadın həya eləyər, qadın belə eləyər, utanar. Bütün bu şeylər qaldı mazidə. Getdiyi, keçmişdə qaldı. Arin minəd-din, dindən çox uzaq olan xanımlar meydana gələcək. Daxilat fil fitən, fitnələrə girərlər, fitnələrə səbəb olan qadınlar meydana gələcək. Mailat ilə şəhəvat, şəhvani, şəhvət hisslərinə meyl eləyən xanımlar axirət zamanda peyda olacaqlar. Ancaq işləri, gücləri şəhvət, zahiri görünüş. Musriat ilə ləzzat, ləzzətlərə, həzlərə tələsən qadınlar dünyaya gələcəklər. Müstəhillat lil muharramat, haramı halal bilən qadınlar dünyaya gələcəklər. Sonra imam axıra nə deyir? Deyir, fi cəhənnəmə xalidat,
O qadınlar əbədi cəhənnəmdə qalacaqlar. Onlar üçün daha bir yer yoxdur. İndi əziz qardaşlar, bu sözlər ki dedim, şərhsiz, izahsız deyirəm. Belə şərhi izahı da sizin öhdənizə buraxıram. Bunun sənədə ehtiyacı var. Ha? TikTok olan bir zamanda sənədə ehtiyacı var. Səhərdən axşama kimi qızlar, gəlinlər, adam bilmir bunların sahibi var, yoxdur. Özlərini nümayiş eləyən, özlərinin o nə bilim bədən üzvlərini, vallah adam evdə bir şalvar, biraz dar şalvarla evdə uşağın yanında gəzməyə utanırsan. Bunlar nə həyasız adamlardılar ki. Nə həyasız adamlardılar ki, milyonlara özünü nümayiş edirlər. Bu qiyamətin əlamətlərindən imam deyir bunda. Biz bunlara qarşı diqqətli. Bax, biz bunlara qarşı bizim reaksiyamız nədir? Əladır, nümayiş et, baxay görə nə qəşəyindir. Belədirsə, gəl burada sinə vurma, oturma burada. Özünü zəvvar, hədər yerə özünü gedib burada yorma, ayağın qabar vurmasın, Hüseyin üçün yerimə. Hüseyin o yeriməyi istəmir səndən. Ağlama yalandan Hüseynə. Ona görə o şeylər bizim etiqadımızın yarısıdır. Yarısı bu məsələlərdir. Bax gör Hüseynin sənin qəlbində dəyəri nə qədərdir. Onun halal bildiyini halal bilirsən, haram bildiyini haram bilirsənsə, sən Hüseyni sevən, onun əzadarı olan xanımsan, əzadarı olan kişisən. Əks təqdirdə vallah mən özümdən deyirəm, sizə işim yoxdur. Əgər belə deyiləmsə maskayam mən də. Oturmuşam sizi aldadıram burada. Bir-birimizi aldadırıq biz. Biz, əziz qardaşlar, azadlıq iddiasında olan çətin bir zamanda yaşayırıq. Hansı ki, insan azaddır deyənlər bu genişliylə, bu səhv eləyirlər, qardaş. Biz bu günləri azadlıqla özbaşınaçılığı nə eləmişik? Qarışdırmışıq. Elə bir azadlıq özbaşınalıqdır. Özbaşınalıq deyil. Hələ qalsın azadlıq. Azadlığın da İslam şəriətində, nə ki İslam şəriətində qanuni çərçivədə də, dünya qanunları ilə də insan tam azad deyil. Biz istədiyimizi eləyə bilərik, eləyənmərik. Qanun var mən. Qanun çərçivəsində, dövlət qanunlarında, hər yerdə, bütün dünyada o qanunların kənarına çıxa bilmərəm. Düzdür? Şəriətin də qayda qanunlarının kənarına çıxa bilmərəm. Mən hardan azadam ki? Mənim azadlığım məhduddur şəriətlə ya yox? Qanunla məhduddur ya yox? Həddi var ya yox? Sərhədi var ya yox? Amma bu günləri biz deyirik ki, yox, mən azadam, heç bir həddi yoxdur. Bu yalan bir iddiadır. Bugün şəriətdə əgər sənə intihar eləməyi şəriət haram eləyibsə, demək sən nədir? Azad deyilsən. Hələ o qalsın kənara. Şəriətdə, bax, səfih kimə deyirlər? Biz səfih, axmaq mənasında deyirik. Amma səfih şəriətdə bir termindir. Səfih o insana deyirlər ki, o insan pulu xərcləməyin qaydasını bilmir. Ona 1000 manat versən 5 dəqiqə xərcləyir. Əlində 10.000 olsun, bir gün onu xaraba eləyər, qoyar. Belə insanlar var da, şəriət o insanlara səfih deyir. Yaxşı, o insanların bu cür israfçılıq eləməyə haqları var, şəriət deyir, yox. İslam qanunları ilə belə insanlar görürlərsə, şəriət hakimi onlara nə eləyir? Ona nəzarətçi təyin eləyir, vəli təyin eləyir. Onun əlinə pul verməməyi, qadağan eləyir pul verməyi ona. Deyir, onun vəlisi, çörək istəyirsən, sən ala bilməzsən, get başqası olsun. Azaddır insan bu hərcdə yox. İnsana deyirsən, hələ əlində olan öz malının mülkünü eləməyə nədir? Sən onu israf eləyə bilməzsən, zay eləyə bilməzsən. Sənin canın, sənin də canın olsa, sən qəsd eləyə bilməzsən özünə. Bu günləri, əziz qardaşlar, biz deyirik ki, İmam Hüseyin, amma bu günləri azadlıq adı altında kişi özünü qadın eləyir, qadın özünü kişi eləyir. Belə deyir. Bunlar reklam eləyirlər bunu. Vallahi mən bunu ürəyim yanır deyirəm. Siz də bunu görürsünüz. Bu günləri üzr istəyirəm o müxənnəslər ki, öz cinslərini dəyişiblər. Allahın bir hikməti var da səni qadın yaradıb. Sənə görə də bir hikməti var. Sənin bu hikməti sən dəyişmək istəyirsən. Sən qadın olaraq özünü kişi görürsən, kişi olaraq özünü qadın görürsən. Sən özünü onlara bənzədirsən. Və müəyyən azadlıq adı, mən azadam deyə özünü dəyişib Allahın xilqətini dəyişirsən sən. Sən bu azadlıqdır. Bu harası azadlıqdır? Baxın. Əmirül-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam nə deyir? Görün biz nə təhlükəli vəziyyətlər yaşayırıq. Həzrəti Əli əleyhissalam günlərin birində görür, bir üzr istəyirəm müxənnəs
Kişidir, özünü qadına oxşadan bir kişi girir məscidə. Görmürsünüz də, vallahi adam bəzən bilmir, baxırsan bu kişidir, qadındır, qaşlarını götürüb, bəzi paltar belə geyinib, əlində belə, baxırsan, ilahi pərverdigara. Və bu günləri də qəribə bir hörmətə miniblər o insanlar. İnsan demək biraz dırnaq arasında. Həzrət Əli əleyhissalam belə bir müxənnəs görüb, bir nəfər özünü qadına bənzərir, belə əzə-əzə özünü girir məscidə. Həzrət Əli əleyhissalam deyir, "Uxruc min məscidi Rasulullah." Çıx, rədd ol peyğəmbər. Rədd ol mən deyirəm ha. Çıx peyğəmbərin məscidindən. Burada nə edirsən sən? Ya mən la'anahullah və la'anahu Rasulullah. Ey Allahın lənətlədiyi, peyğəmbərinin lənətdiyi məlun. Çıx məsciddən kənara. Kimə deyir peyğəmbər bunu? Həzrəti Əli görür bir nəfər nədir? Gəlib özünü qadın kimi aparır, əzir, üzür, büzünü, kişidir qadın formasında. Nə qədər gündə biz görürük küçə bazarda bunlardan. Həzrəti Əli onu məsciddən qovur. Sonra nə deyir ona? Thumma qal. Sonra Həzrəti Əli belə deyir. Səmi'tu Rasulallah sallallahu aleyhi və alihi və səlləm. Deyir, mən peyğəmbərin özündən eşitdim, peyğəmbər belə deyir. Yəqul. La'anallah el-müteşəbbihinə minər-ricali bin-nisa vəl-müteşəbbihati minən-nisai bir-rical. Allah lənət eləsin o kişilərə ki, özlərini qadına bənzədirlər və o qadınlara ki, özlərini kişiyə bənzədirlər. Peyğəmbər lənət edib, sən məlunsan deyir kişi. Sən burada Allahın peyğəmbər məscidində nə işin var sənin? Ay müxənnəs. Biz indi bax, bu təhlükəli zamanda azadlıq adı ilə insan azadam, mən belə eləyirəm. Qardaş, abırsız çıxıb bir ana danışır ki, mən öz oğlumla sevgi yaşayıram. Əvvəl biraz çətin oldu, amma öz oğlumu sevirəm. Oğlumla ailə həyatı yaşayıram. Bunu nümayiş eləyir. Bu deyir, mən azadam, kim mənə eləyə bilər ki? Əzizlər, bu şeylər çox deyir, mən nə qədər danışsam, sözdən söz gəlir, istəmirəm elə bu gələn elə sözləri. Bizim əziz qardaşlar, istəyiriksə öz məqamımızı İmam Hüseynin qəlbində görək, məqamımızı İmam Zaman ağanın məqamında görək, bu məsələlərə diqqət etməliyik. Bu günləri bizim bir qardaş kimi, bir ata kimi, bir ana kimi, bir valideyn kimi ən böyük vəzifəmiz öz balalarımızın etiqad və əqidəsinə diqqət etməliyikdir. Vallahi etiqad və əqidə nə qədər güclü olsa, bir o qədər biz onları xətər və təhlükələrdən qorumuş olarıq. Bizim dinimiz gözəldir, qardaşlar. Vallahi gözəldir. Bizim dinimiz uşaq dünyaya gələn kimi müəyyən şeyləri deyir, uşaq üçün icra elə. Niyə? Deyir, onun sağ qulağına azan dinən. Sol qulağına iqaməni oxu günən. Müstəhəbdir ki, İmam Hüseynin türbətindən ona daddır. Hədislərdə var da. Və yaxud bəzi rivayətlərdə İmam Hüseynin türbətini təzə dünyaya gələn uşağın burnuna qoxlatdır, qoy iyləsin, onun iyi getsin onun burnuna. Bu nə üçündür, qardaş? Əgər yanında Fəratın suyu varsa İmam Hüseynin türbətin onda nədir? Heç Fərat suyu yoxdur, adı quyuvun suyu, bulağın suyu. Biraz onu daddır, onun dilinə vur İmam Hüseynin türbətindən. Bütün bunlar şəriətin bizə etdiyi tövsiyələr bir söz nə üçündür? Uşaq dünyaya gələn kimi öz əqidəsini bilsin, Allahu Əkbər eşitsin, Muhammed Rasulullah eşitsin, Əli Vəliyullah eşitsin. Hüseynin türbəti şifadır, amandır, ancaq təhlükələrdən insanı uzaqlaşdırandır, belədir. Qoy gələcəkdə əqidəvi təhlükə yaşamasın. Biz, əzizlər, bizim əsas vəzifəmiz budur ki, uşaqlarımıza qarşı bu məsələlər yüngül məsələlərdir. Amma atanın, ananın vəzifələrindən biridir. Biz bunu eləməliyik. Bunlara diqqət eləməliyik. Biz boş verib, kim nədir, əqidədir. Vallah, mən dəfələrlə bu mənbərdən demişəm, bir ata var idi, bizlə namaz qılırdı. Atalar var, en qədər atalar var ki, ağlayır ki, qardaş, mənim uşağım əqidəsini dəyişib. Nə desən, mənim səhvimdir də, qardaş. Mən düzgün ona istiqamət verə bilməmişəm. Haradasa boşluq yaratmışam. Ağlayır, ata ağlayır, mən gətir. Nə qədər də danışırsa xeyri yoxdur. Beyin yuyulub, gedib. Müəyyən şablon sözlər onun ağlın başını xarab edib. Ona görə əziz qardaşlar, gənclər, ay Hüseyni sevənlər, ay zamana imamın adını eşidib ayağa dimdik duranlar. O əlamətdir. Sən əgər bunun dediklərini eləmirsən, dur ayağa da. Dur. Yenə otur.
İmam Zamanın duasını səhərdən axşama kimi oxu. Əssalamu aleykə ya Əbu Abdillah. Ziyarət aşıranı səhər gün orta axşam oxu. Bunlar hamısı bayaq dedim yarıdır və yarımçıqdır. Qəlbivə bax gör, o nə qədər sən, onun dedikləri sənin üçün dəyərlidir. Bir rivayət oxuyuram. Bu Peyğəmbərdəndir. İnsanların axirə zamanda sifətlərini vəsf edir. Mən bunu yenə deyirəm, bu ikinci müqəddimədir Aşura ziyarətnaməsinin şərhi üçün. Çünki biz o cür Hüseynə boş-boş zəvvar olmayaq. Hüseynə boş Hüseynçi olmayaq. Bunları bilək, sonra olay. Sonra başa düşək, sonra anlayaq. Əgər belə olar isə heç olmayaq. Peyğəmbər görün nə deyir? Deyir, yəti alən nasi zamanun butunuhum alihətuhum. Siz Allah bu rivayətə çox diqqətlə qulaq asın, sözümü çox uzatmayacağım, tamamlayıram. Deyir, bir zaman gələr insanların Allahları onların qarınları olar. Çox qəribə sözdür ki. Butunuhum alihətuhum. Yəni, ancaq yemək, içmək, belə yiyim, yaşayım. Necə Muaviyə ancaq yiyirdi, Peyğəmbər ona deyirlər, aşbə Allahu batnak, Allah səni heç vaxt doydurmasın, hələ yiyirdi. Əngi yorulurdu, bizi doymurdu. Peyğəmbərin qarğışı tutmuşdu onu. Deyir, gələ yeməyi götürün, mən qabağımdan götürün, yoruldum. Əngi yorulub, yemək istəyir, doymur. İndi biz bu günləri bəzi insanlarımız, bu yemək əsas o yiyək, amma nə yeyirik, necə yeyirik? Peyğəmbər deyir, bir zaman gələcək insanların Allahları, onların qarınları olar. Sonra nə olar? Və nisauhum qiblətuhum. Qiblələri qadınlar olar. Qadınları, öz ailə həyat yoldaşı yox ha. Qadına meyillilik. Ancaq Allahdan çox qadına meyil eləyər. Qadın dalınca gedəcək. Qadın, müasir sözləri demək istəmirəm Peyğəmbər mənbərindən. Bu qadınla danışar, o qadınla danışar. Hədəfi, işi, gücü, qadın tutun, qadın olsun, çox olsun. Öyle bir yarışa çıxıblar. Peyğəmbər onu vəsf edir, nədir? Zaman gələr, qiblələri bəzi gənclərin qadınlar olar. O qədər özü qibləyə qalmaz, o qədər qadın dalınca qaçar. Və dənaniruhum dinuhum. Dinarları, pulları, malları onların dini olacaq. Yəni, dinə verdiyi dəyəri, heç o verməzlər o dəyəri, amma pul onun dini olacaq. Və şərəfuhum mətauhum. Şərəfləri, hörmətləri əşyalarla seçiləcək. Bu çox təhlükəli sözdür. Çox da gözəl sözdür. İcazə verin, bir dənə cümlə deyirəm burada. Bugün insanlar öz elmi ilə, öz ədəbi ilə, əxlaqı ilə tanınmaq əvəzinə öz əşyaları ilə tanınırlar. Filan kəs filan maşını sürür. Filan kəs filan telefonu işlədir. Bizim dəyərimiz bizim əşyalarımızlandır. İnsan qalıb kənara. Həzrəti Əli yamaqlı bir əba geyinərdi. Həzrəti Əli yamaqlı bir başmaq geyinər. Demirəm, biz də yamaqlı başmaq geyinək. İndi o zaman deyir. Lakin Əli Əli idi. Sözü dürrüdür, ləl idi, özü başa tac idi. Hər yerdə zinət idi. Amma biz bu günləri, mən iPhone işlədirəm, onunla fəxr edirəm. Mən yaxşı maşın sürürəm, heç kimi saymıram. Biz insanlar da insanlara maşınına, telefonuna, nə bilim evinə, nə bilim puluna görə hörmət edirik. Bu Peyğəmbərin sözü deyir, axır zamanın əlamətidir bu. Bugün biz özümüz də yaxşı telefonla özümüzü hörmətli kişi bilirik. Vallahi belə. Yaxşı mini ilə özümüzü yaxşı kişi bilirik. Belə deyil axı bu. Hasandan mənim insan kimi dəyərimi əşya verir. Və bəzi insanlar mən görürəm danışanda deyir ki, sən bu telefon təzəsi çıxır, yenə də alırsan. Nədir deyir, mən zamanla ayaqlaşmalıyam, mən böyük insanlarla otururam, görərlər, deməzlər ki, insanın dəyəri telefon deyil. Sən bilməzsən mənə deyir bu şeylər. Mən bilmərəm, düz deyirsən. Bilmərəm. La yəbqa minəl imani illa ismuh. İmandan ancaq adı qalacaq. Mömin. Bundan sonraki sözlər çox önəmlidir. Və la minəl islami illa rəsmuh. İslamdan da ancaq rəsmi qalacaq. Bu söz iki də mənadadır. Bu izah edirəm ki, bəzi qardaş, rəsmi nə deməkdir? Baxın, biz götürürük bir nəfərin rəsmini çəkirik. Evin, dağın, insanın rəsmini. O rəsm onun olsa da, o onun rəsmidir, həqiqətidir, düzdür? Mənim rəsmimdir, amma mən deyil ki. Məscidin rəsmini çəkmişik. Məscidin özü deyil ki, rəsmidir.
Peyğəmbər deyir, zaman gələr İslamdan ancaq onun nəyi qalacaq? Rəsmi olar, şəkli olar, özü olmaz. Sözə bax, ay kişi. Vəsfə bax. Bu bir dənə məna. İkinci məna nədir? Rəsmi nədir? Yəni rəsmiyyət. Ancaq rəsmiyyətdə İslam olar. Bu günləri deyirik, məsələn, filan ölkə İslam ölkəsi. Dini müsəlman. Əməli nədir? Bizim işimiz yoxdur. Rəsmi iki mənada. Rəsmiyyətdə ancaq müsəlman kimi bilinər və yaxud İslamın rəsmi olar, özü olmaz. Sonra nə deyir? وَلَا مِنَ الْقُرْآنِ إِلَّا دَرْسُهُ. Qur'andan da ancaq nəyi qalar? Dərsuhu. Burada iki mənadadır. Dərs, umur dar isə köhnə əsər mənasında. Ancaq onun əsəri qalacaq. Bu bir məna. İkinci mənada nədir? Dərsi oxuyarlar, əzbərləyərlər. Qur'an belə olmalıdır, təzvidi belə olmalıdır. Burada qalmadın, səhv elədin. Burada 6 dənə məddilər, burada nə bilim 4 dənə məddilər. Burada sən qələt oxudun filan. Şəkilə diqqət eləyər, rəsmə. Amma Qur'anın öz mənası itəcək. Ay ki, Qur'an sənə əxlaqa dəvət edir. Valla, düz demədim. Elə adamlar var, tormuz tutmur namazda onları. Qalır bir dənə 10 dəfə. Valla, deyəmmirəm. Ay, sən deyəmmirsən. Sən nəyi bacarırsan ona elə də. Ona diqqət eləyir. Amma bazarda asan-asan qeybət eləyir. Yalan danışır. Onun haqqına girib, vəla 3 saat deməyin nə idi? Yalan danışmaq nə deməkdir? Ona görə bax, ancaq dərsi, biz Quranın ancaq dərsini bilirik. Yaxşı oxuyuruq, təzvidi bilirik. Amma özünü bilmirik. Peyğəmbər axirə zamanını danışır. Sonra nə deyir? Məsaciduhum mə'murətun minəl bina. Məscidləri elə gözəl mənzərədə olacaq. Amma içi nə olacaq? Heç nə. Və qulubuhum xarabun minəl huda. Qəlb, məscidləri binadan abad olacaq. Amma qəlbləri hidayətsiz, abad və xarab olacaq. Bax, Peyğəmbər bizə bu zamandan danışır. Əziz qardaşlar, söhbəti çox uzatdım. Amma həqiqətən də ürək yanğısı ilə danışdım. Allah şahiddir ki, bu sözləri əvvəl özümə şamil edirəm. Bu günləri mən Hüseyn mənbərindən Hüseyn xidmətçisi kimi bu donda çıxıb sizin qabağınıza danışıram. Mən Hüseyni sevirəm. Görəsən Hüseyn də məni sevir. Mənim Hüseynin yanında dəyərim nədir? Bu sualı hər birimiz fərd özümüzə verməliyik. Görəsən Hüseyn də məndən razıdır ya yox? Görəsən İmam Zaman da məndən razıdır ya yox? Bu sualın cavabını biz öz vicdanımızda tapmadığımız qədər getməyək ziyarətə. Əza, qara, bunlar hamısı dedim bayaqki kimi. Yenə təkrar edirəm, çox təkrar edirəm. 1000 dəfə təkrar eləsən yerim var? Xeyr yoxdur. Əziz qardaşlar, Hüseyn hər nəyini verdi. Vallah, rivayətlərdə var, bu bizim etiqadımızdır. Aşura günündə Hüseyn Allah yanında dəyərlidir. Elə məqama çatdı ki, bu söz deyil, məsum sözüdür. Allah Hüseynə, belə deyək də, xəbər göndərdi. Bu bir həqiqətdir, bizim etiqadımızdır. Hüseyn, elədikləri elədin. İstəsən yaşamaq istəyirsənsə, biz sənin məqavımı əskilmədən bütün hər şeyi sənə eləyirik, götürürük, şəhid olma. Amma Hüseyn istəmədi, yox. İstəmirəm. Dünən mən söhbətimdə nə dedim? Hüseyn şəhid olmağa ehtiyacı vardı. Sənin üçün, mənim üçün, bizim üçün, din üçün, İslam üçün, əqidə üçün hər nəyini nə elədi? Verdi. Ona görə əziz qardaşlar, bu məsələni bütün məhrəmlikdən, ziyarət aşırını oxumazdan qabaq, onun şərhini bilməzdən qabaq diqqət eləməliyik bu məsələlər. Hüseyn əleyhissalatu vesselam Allahın dinini ayaqda tutmaq üçün öz babası Peyğəmbərin şəhərini tərk etmək məcburiyyətində qaldı. Çünki qərar bu idi. Hüseyn əgər Kəbənin divarlarından, pərdələrindən də aslanmış halda, yapışmış halda görsüz onu öldürün. Eyni zamanda Kəbəni də tərk eləmək zorunda qaldı. Çıxdı ki, Kəbə yaşasın. Çıxdı ki, Peyğəmbərin gətirdiyi din qalsın. Öz canını fəda elədi ki, biz yaşayaq, bizim dinimiz yaşasın. Mədinədən çıxanda çoxlu hadisələr var. Lakin adət belə eləmişik ki, mən də belə illərdir belə öyrəşmişik ki, biz Kərbəla qəhrəmanlarını, İmam Hüseynin balalarını bir-bir nə eləyək? Yad eləyək. Çünki onların yad olunan günüdür də bu günləri. İmam Hüseyn Mədinədən çıxdı. Aman o karivan hazır oldu. Hamı
miniklərinin üstündə Mədinədən çıxmağa hazırdılar, getməyə hazırlaşırlar. Amma İmam Hüseyn öz bir qızını xanım Fatimə Əl-Ali ilə, xəstə bir qızı var idi, onu özü ilə götürə bilmədi. Karvan hərəkət eləyəndə rivayət deyir, Fatimə gəldi, qaça-qaça İmam Hüseynin ardıyca qaçdı, dedi ki, ata Əba Abdillah, gedirsiniz, mən də sizdən gəlmək istəyirəm, məni də özündən götür. Axı, sən mənim qardaşım Əli Əsğəri aparırsan, qardaşlarım gedir, hamınız gedirsiniz, dedi, qızım, vallah, atın səndən razıdır, atın səni çox istəyir, sənlə bərabər olmağı istəyir, amma bu elə bir səfərdir ki, sən bu səfərin məşəqqətinə dözə bilməyəcəksən. Ona görə də mən səni əmanət qoyuram Peyğəmbərin zövcəsi Ümmü Sələmənin yanında. İmam Hüseyin çox çətinliklə rivayət deyir ki, xanım Fatiməni, öz əziz xəstə qızını razı saldı, Mədinədən çıxdılar, amma tarix yazır ki, Fatimə, İmam Hüseyin, qardaşları, ailəsi gedəndən sonra heç vaxt aram olmadı. Aram olmurdu. Elə o gəlirdi, çıxırdı, otururdu qapının ağzında, elə soruşurdu Ümmü Sələmədən, Ümmül Bənindən. Axı, mənim atam Hüseyin ha vaxt gələcək? Axı, mənim bibim Zeynəb ha vaxt gələcək? Mənim qardaşlarım ha vaxt gələcək? Alimlərdən biri nəql edir, öz kitabında deyir, Fatimə o qədər ağlayırdı, o qədər xəstə idi, bədəni də zəif düşürdü. Günlərin birində elə öz qəmli halında bir namə yazmışdı İmam Hüseyin əleyhissalatu vəssalama. Oturardı həmişə evin qabağında ki, birdən buradan bir nəfər keçib gedər, o naməni verərəm, aparıb çatdırsın İmam Hüseynə. Bir günlərin birində bir ərəb keçirdi, xanım çağırdı onu, hara gedirsən? Dedi, İraqa tərəf gedirəm. Dedi, mənim atam Hüseynə bir məktubum var, naməm var. Şayət gedəsən, mənim eşitmişəm ki, atam İraq vilayətindədir, Kərbala deyilən yerdədir. Bu naməni ona verəsən. Rivayət deyir, o namədə Fatimə öz ağrılarını, acılarını, həsrətini, nə qədər atası üçün, ailəsi üçün, qardaşları üçün darıxmasını yazdı. Bir onları soruşdu, verdi bu ərəbə. Rivayət deyir, o qasid gəldi Aşura günü Kərbalaya çatdı. O zaman çatdı ki, İmam Hüseynin Əbəlfəzli ölmüşdü. Əli Əkbəri tikə-tikə doğranmışdı. Qasimi yox idi, Həbibi yox idi, Müslümi yox idi. Seyyid-i Şühəda qalmışdı tək tənha, haman o düşmənlərin qarşısında. İnsanın ürəyini ağrıdan o nidalarla, çağırışlarla çağırırdı. Həl min nasirin yansuruni. Sizin aranızda Peyğəmbər oğluna kömək edən bir qeyrətli kişi var. Həl min zabbin yəzubbu an hurami Rasulillah. Peyğəmbər ailəsini qoruyan var sizin aranızda. İmam Hüseyin bu çağırışlarla çağırırdı. Qasid gəldi, Hüseyin, sənə bir namə gətirmişəm. Nə namə? İndi mən namənin hayındayım. Sənin qızın Fatimə bu naməni Mədinədən sənə göndərib. Hüseyin bu naməni aldı, rivayət deyir, uca səslə ağlamağa başladı. Gəldi xeyməyə tərəf, Zeynəb, Ümmü Külsüm, bəlamız, müsibətimiz biraz da çoxaldı. Zeynəb çıxdı, dedi, qardaş Hüseyin, müsibətin içində idi. Bundan böyük nə müsibət ola bilər? Deyir, bu naməni görürsən, mənim qızım Fatimədəndir. Bu namədə qardaşı Əli Əkbəri soruşur, daha bilmir ki, Əli Əkbəri tikə-tikə doğradı. Bu namədə qardaşı Əli Əsğəri soruşur, daha bilmir ki, Əli Əsğəri apardım, Əli Əsğərə su yerinə qan verdilər. Bu rivayət, bu məktubda Qasimi soruşur. Bax, bu cür xanım Fatimə Əli ilə Mədinədə ta əsirlər qaydana qədər qaldı. Rivayət deyir ki, əsirlər qaydanda o evi düzəltmişdi. Hətta Əli Əsğərin beşiyini də hazırlamışdı. Bilmirdi şəhid olub. Hazırlamışdı, qoymuşdu. Qəmkarvarı yeniyə döndü, qapı döyüldü. Həzrəti Zeynəb qapını döydü. Mənə çox əziyyət verən sözlərdən biri budur. Deyir, qapını açanda beli bükülmüş, saçları ağarmış, qocalmış bir xanım gördü. Dedi, sən kimsən? Dedi, qızım,
Mən sənin bibin Zeynəbəm. Dərdlər məni qocaltdı. Qəmlər məni qocaltdı. Müsibətlərin anası Zeynəb. Baxdı, sən mənim bibim Zeynəbsən. Bəs mənim atam Hüseyin hardadır? Bəs mənim qardaşlarım hardadır? Əla la'natullahi aləl qavmil zalimin. فَسَيَعْلَمُ الَّذ۪ينَ ظَلَمُوا اَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ. Allah əhl-i beytə zülm eləyənlərə dünya və axirət lənət eləsin inşallah.